Salam Ənvər müəllim, sizinlə tanışdığımız az bir müddət içindədir deyə tam belə sualları geniş miqyasda açmaq istəyirəm ki, oradan başlayaq. Əsas mövzumuz bugünkü insan münasibətləri və insan münasibətlərinin əsas təkmil edən parametrlər deyək. Yəni məncə, mənim fikrimcə birinci münasibət üçün iki normal insana ehtiyac var. Bəli. Amma o norma söhbəti hər kəs üçün ayrıdır. Yəni kimə görə norma nədir? Standart parametrlərə görə normal insan kimdir, anormal kimdir sualını cavablandırsanız ki, biz ona görə dəyərləndirək. Ən birinci mən özüm normalam yoxsa yox? Ki qarşımdakına da anormal deyirəm ya da normal deyə bilərəm. Birinci bu sualdan girək məsələn bu mövzuya. Əslində çox möhtəşəm sualdır. Niyə möhtəşəm sual? Çünki adətən münasibətlərdə insanların çox böyük faizi düzgün getməyən münasibətdə qarşı tərəfdə hər hansı bir çatışmazlığı görür. Burada başda belə bir cümlə istifadə elədiniz. Münasibətdə iki insan, iki normal insan deyək. Münasibətdə birinci növbədə münasibətə girən insanın özünün normal olması lazımdır. Qarşı tərəf ikinci, üçüncü plandır. Önəmli olan birinci münasibətə girərkən insanın özünün öz dəyərləri və sual yaranır. Mən münasibətə girməyə hazıram. Münasibətə girmək hər kəsin haqqıdır. Sevilmək hər kəsin ehtiyacıdır. Sevmək hər kəsin haqqıdır. Amma sevmə şəkli burada çox önəmlidir. Yəni, bir insanın münasibətə girərkən, münasibət yaşamaq mənim haqqımdır deyib, elə-belə kora, şimala, necə gəldi münasibətin içinə belə girməsi, münasibət aclığından dolayı çox böyük boşluqlar ortaya çıxarda bilməsi deməkdir. Ona görə bir insan münasibətə girməmişdən öncə münasibətə hazır olmalıdır. Bir, insanın insan haqqında bilgiləri olmalıdır. İnsan özünü tanımalıdır. İnsan özünü, məni nələr xoşbəxt eləyir? Mən bilmirəmsə məni nə xoşbəxt eləyir, mən münasibətə girməyə hazır deyiləm. Onda ikinci olaraq belə desək, hazır olmaqla istəməyi, yəni mən istəyirəm münasibətə girmək və ya mən hazıram münasibətə girməyi nə şəkildə ayıraq? Əla sualdır. İstək həmişə var. Yəni, istək hər bir insanın hər zaman bir istəyi mütləq var. Amma ehtiyacla istək ayrı-ayrı şeylərdir. Bir də buna üçüncüdə hazır olmaq da əlavə edirik. Ehtiyac, istək, hazır olmaq. Təşəkkür edirəm, bəli. Mövlanənin bir sözü var, çox sevirəm o sözü ki, uğur insanın istədikləri ilə deyil, ehtiyacı olanları bilməsindən başlayır. Yəni, insan, hər kəs bir şey istəyə bilər. Biz istəyi, istək kəlməsini götürüb onun yerinə iştah qoysaq, daha da bizim elə bir ki, cümlələrimizi daha da möhtəşəm ifadə eləyər. İştah. İştah elə bir şeydir ki, hər kəs bir şeylər istəyir. İştah şəhvətlə də ola bilər, ehtirasla da ola bilər. Ehtiras sözü bizim Azərbaycan dilində ehtiras deyəndə insanlarda biraz erotik anlamda səslənir. Amma ehtiras çox əxlaqi çərçivələri özündə birikdirən bir sözdür. Ehtiras nə deməkdir? Ehtiras nə verə biləcəyini bilmək və nə ala biləcəyini bilmək. Yəni, qarşı tərəfdə nə istəyəsən onu bilirsən, qarşı tərəfə nə verə bilirsən onu bilirsən. Bu ehtirasdır. Amma iştahla, bilirsinizsə sözünüzü kəsirəm, iştah, demək, şəhvət, bunlar eyni kökəndən etimologiyada gəlir. İştah, şəhvət, bunların kökü ərəbcədə eyni istəməkdən, yəni nə şəkildə istəyirsən. Eynən və ona görə iştah dediyimiz şişib qalxa bilir, o da şəhvətdən irəli gəlir. Bu yalnız insana qarşı deyil. Misal üçün, mən gedib oturub bir yerdə bir yemək yeyirəm. Əgər ehtirasla yemək yeyirəmsə, bu o deməkdir ki, nə yeyəcəyi bilirsən, nə istəyəcəyi bilirsən, hara, yəni yeməyin üçün sənə nə lazımdırsa, harada veriləcəyin, gedəcəyin yeri bilirsən. Şəhvət isə budur. Misal üçün, ehtirasla yemək budur. Mənə yarım pors bundan, bunu da içəcəm. Yəni, nə qədər yeyib doyacaqsan, bunu bilirsən. Qədəri bilirsən, limiti bilirsən.
Sənə nə ehtiyacdır, onu bilirsən. Biri də var şəhvət. Şəhvət nədir? Gedirsən hər hansı bir yerə, stolu doldurursan. Gətir gəlsin, gətir. Bu boyda yemək yersən, qalanı qalır, israf olur, xarab olur. Amma sən orada yəni hər şeyi ala bilərəm. Yəni bir ego savaşı içərisində girmiş olursan, bu şəhvətdir və ona görə insan özünü tanıması çox önəmlidir. Ən böyük şərt münasibətə girəndə insan özünü tanımasıdır. Yəni mənə nə lazımdır? Mən nə ilə xoşbəxt ola bilirəm? Məni nə doyuzdura bilər? Mən nəyi sevirəm? Hansı rəngi sevirəm? Hansı paltarı sevirəm? Hansı şəhəri sevirəm? Özüm haqqında hansı bilgilərim var? Özümün sevmədiklərim nələrdir? Gücüm çatmayan şeylər nələrdir? Bunları bilmən lazımdır. İkinci, münasibətə hazır olmaq üçün ən önəmli məsələ keçmişdəki yaşadığım mənfi təcrübələri özümlə nə qədər daşıyıram. Yəni, keçmişdəki mənfi təcrübələrini özü ilə daşıyan bir insan münasibətə hazır deyildir. Çünki münasibət dediyimiz yalnız kişi və qadın arasında deyil. Məsəl üçün, sən ola bilər ki, atanla arandakı problemi münasibətə daşıya bilərsən. Ananla arandakı problemi münasibətə daşıya bilərsən. Yəni, əgər içində keçmişdən bir yük varsa, yəni münasibətə girərkən mən münasibətə girim, qarşıma yaxşı bir insan çıxsın və yaxud da xoş bir an yaşayım, keçmişdə yaşadığım mənfi təcrübələri unudum, bu alınmayacaq. O 5 dəqiqə, 10 dəqiqə nirvana yaşaya bilirsən, o ola bilər. Amma ondan sonra o 5 dəqiqənin, 10 dəqiqənin çox böyük bədəli olacaq. Mənim əsas münasibətlərdə gördüyüm 3 dənə səhv var. Bunu bütün seminarlarda, psixoloji deyək ki, dərslərin hamısında istifadə edirəm. Birincisi, insanların genel standart olaraq bilmədikləri bu münasibətə ehtiyacları mı var, yoxsa istəkləri mi var? Məsələn, qızlar ərə gedir, soruşursan ki, niyə ərə gedirsən? Bütün rəfiqələrim ərə gedirdi. Mən də getmək istəyirdim. Oğlan, niyə evlənirsən? Evlənmək yaşım çatıb da. Qardaşım, evlənmək yaşın çatıbla evlilik ayrı bir şeylərdir. Bunları qarışdırma. Bunu, yəni, biraz bütün toplumlarda bu sıxıntı var. Bunu qoyduq bir qırağa. Bu birinci problem. İkincisi, dediyiniz o özü ilə əvvəlcədən gətirdiyi sıxıntıları təzə yeni münasibətdə də bəlli etməsi. Bu qızlar üçün də keçərlidir, oğlanlar üçün də keçərlidir. Bunu gördüyüm ki, məsələn, bir adamla bir şey yaşayıb, hə deyib, bu da onun kimi, yəni o da sıxıntı. Üçüncüsü, bayaq dediyiniz sərhəd məsələsi. İnsanın özünün sərhədi olmadısa, başqasının sərhədinə hörmət eləmir. Bu, yəni, mənim net olaraq gördüyüm bir şeydir. Yəni, sizin də fikriniz mənə maraqlıdır. Təbii ki, bu sərhəddən qabaq belə bir şey demək istəyərdim. Çünki o, mənim üçün çox önəmlidir və mənim ənvər olaraq bu toplum içərisində apardığım ən böyük missiyalardan biri və gəlmək istədiyim nəticələrdən biri budur. Münasibətlə evlilik ayrı-ayrı şeylərdir. Bəli. Təbii ki, evlilik də bir münasibətdir. Evliliyə girəndə də bir münasibət içərisində girmiş olursan. Amma mən istəməzdim ki, bugün biz münasibətləri evlilik münasibətləri ilə qarışdıraq. Münasibət və sevgililik. Münasibət dediyimiz insan bizim toplum olaraq əziyyət çəkdiyimiz ən önəmli məsələlərdən biri, biz münasibətimizə ad qoya bilmirik. Münasibətimizi özümüzə qəbul edə bilmirik. Onun kökündə yenə də özümüzü tanımamağımız durur. Misal üçün, adam münasibətə girib, münasibətin kökündə məqsəd 70-80% qarşıdakı insanın maddi gəlirlərindən istifadə eləməkdir. Bu çox normaldır. Yəni, bir xanımın bir bəyə sığınması maddi olaraq çox normaldır. Yəni, misal üçün, ayrılıb, bir asudə həyatı var, bir bəylə münasibətə girir. Yəni, həmən bəydən maddi olaraq yararlanmaq istəyir və bunu açıq şəkildə ifadə eləyə bilmir. Və başlayır özünü, məsəl üçün, özü-özünə belə qərarlar vermək. Yox, mən sevirəm, ölürəm, onun üçün çox istəyirəm, amma pul da önəmlidir, misal üçün belə və başlayır yersiz qısqanclıqlar eləməyə və yaxud da yersiz şəkildə niyə məni qısqanmırsan, yəni digər tərəfi də var da bunu və başlayır yersiz şəkildə addımlar atmağa. Qardaş, münasibətə girdiyin insanla maddi olaraq bir yerdəsənsə, bunu özüvə də etiraf elə, bunu qarşı tərəfə də rahat şəkildə etiraf elə. Niyə bu ikisini bir-birinə qarışdırırsan? Deyəndə də ki, sən qarşı tərəfin maddi imkanlarından yararlanmağa çalışsan, olur Matteresa. Yox, mümkün deyil. Mənə onun pulu zadı lazım deyil. Pulundan öncə, bəli, insanlığı lazımdır, okey. Amma etiraf elə də, bunu ona demə ay canım, özüvə etiraf elə.
yaşadığı münasibətə ad qoy. Mən bu münasibəti cinsi ehtiyaclarımı ödəmək üçün var və yaxud da bu münasibətim maddi ehtiyaclarımı ödəmək üçün var və yaxud da bu münasibətimi paylaşmaq, sevgi dəyərlərimi bölüşmək üçün var. Yəni bunların hamısını bir adamda axtararaq, bir adamda formalaşdırmağa çalışmaq o adamın yanlışlıqlarını qəbul eləməməkdir. Burada da sıxıntı bilirsiniz nədir əsasən? Mənim gördüyüm qədərilə deyim. Biz indi 2026-dayıq. Bəli. Bir əsr əvvələ getsək, Birinci Dünya Müharibəsi 1, İkinci Dünya Müharibəsi 2, bununla bərabər da 86-cı ilə qədər ən axırıncı, ən az sayıda silahlı toqquşmanın olduğu il sayılır 86-cı il. Dünyada 24 yerdə silahlı toqquşma var idi, amma az sayıda. Qalan hamısı böyük müharibələrdir. Toplumun, sosiumun hər kəsə verdiyi baskı deyək, təzyiq, bir qadın bu haqda danışa bilməz və fikirləşə bilməz. Eyni şəkildə də kişilərə də, oğlanlara da bir qız səni puluna görə istəyirsə, demək ki, o səni istəmir. Amma halbuki təkamül indiyə qədər gəlmə forması güclü kişilərin qadınlar tərəfindən seçilərək onlarla öz nəsillərinin davam etməsinin adıdır. Bu çox normal bir şey. Ona anormal bir şey yoxdur. Bir qadının bir kişidən puluna görə yanaşması, orada sürdürə bilirlilik var da, yəni münasibətə girmə məsələsi və münasibəti davam etdirməsi. Bu ancaq pul üzərində qurulanda təbii ki, ortaya bir vəhşilik, ortaya bir sunilik, ortaya bir art niyyətlilik çıxır artıq. Yəni niyyətdən yanlış istifadə etmə məsələləri ortaya çıxır. Bu ayrı bir məsələ. Amma yəni bir qadının gələcəyini kişinin gücü ilə qarantiya altına alması o qadının təbii haqqıdır. O gücün də içərisində böyük yer tutan məsələlərdən biri maddiyyatdır. Bu da çox normaldır ki, bir kişinin də gücü maddiyyatla ölçülməsi çox normaldır. Niyə? Çünki kişinin zamanını, kişinin gücünü, ağlını, zəkasını, işini, əzələsini, fikirlərini, düşüncələrini pulla kompensasiya etmə şəkli o kişinin həyata baxış tərzini yaradır. Bəli. Mən çox ağıllı insanam, amma pul qazana bilmirəm. Məni sən pulumla ölçə bilməzsən, bu fafa-fifidir. Üzr istəyirəm. Ağlın çox qəşəngdirsə, ağlı satmağı da bacarsan demək. Bəli. Buyur, o mükəmməl ağlını bir yerlərdə sat. Kitab yaz sat, bir şirkətdə işlə sat, konsultansiya elə sat. Ağlıvı, fikrivi sat. O fikri pula çevir. Bəli. Yəni pula çevirə bilmirsənsə, bu sənin həyata qarşı üsyanın, bu sənin həyata qarşı duruş şəklin və həyata qarşı öz qazanclarını doğru şəkildə likvidə eləyə bilməməyi ortaya qoyur. Yəni, oğlanlara başa salmaq olmur. Mən neçə gündür baxıram, qabağıma çıxır, çox xoşuma gəlir. Mustang göy üzü qayaları deyilən bir qaya var Neapolda. Elə Türkiyənin özündə də yeraltı şəhər var, bilmirəm, rastlayıbsınız, Kapadokya falan tərəflərdədir, bəli, yerin altındadır. Ulu babalarımız pəri bacaları dediyimiz nələrlə savaşıb? Adamlar qayalarda deşiklər açıb orada ailələrini qoruyubdular. Bugün adamlar var ki, divandan tərpəşmək istəmirlər. Divana iz salıbdılar artıq. Yəni bir şey deyirsən, ay yox, mən eləyə bilmərəm, falan eləyə bilmərəm. Yəni insan, biz dövrümüzün pul məsələsi var və bir şey də qeyd edeyim, insanlar pulu yanlış anlayırlar. Pul, mənim üstündə pul yoxdur, sizin üstündə manatdan falan var. Portmanatım oradadır. Yəni pul, Uğur, bir dənə manatdan zaddan gətir oradan. Çantada şey var. Pul deyəndə biz pulun mahiyyətini yanlış anlayırıq. Pul nədir? Divanı məhv edirlər. Doğru. Yəni pulun bir mahiyyəti var. Pulun mahiyyəti nədir? Pulun mahiyyəti, indi çox adam biraz simvolik olaraq nə deyirlər? Bu bir kağız parçasıdır. Yəni bu manatdır, bu kağız parçası deyil. Bu Azərbaycan Respublikasının valyutasında bizə vermiş olduğu
üstündə hansı ki müəyyən atributlar var, onu digər şəxslər vura bilmədiyi üçün bu bir lisenziyadır. Bəli. Bu pul lisenziyadır. Bu nəyi ifadə eləyir? Mən sizə bunu verirəm, bu suyu alıram. Bu o deməkdir ki, sən bu pulla başqa yerdə bu əziyyət çəkib mənə verdiyin suyun qarşılığı olaraq bu dövlətin sənə vermiş olduğu təminatdır ki, yəni mən sənə bunu verirəm, bu mənimdir, amma dövlətin də üstündə təminatın nömrəsi var ki, sən də bununla hər hansı başqa bir şey ala bilərsən. Eynilə də o insan bununla başqa bir şey alır. Bu təminatdır. Bu kağız parçası deyil. Artıq mən insanlardan onu xahiş edirəm ki, pula kağız parçası kimi baxmağı artıq buraxın. Öz zəifliyimizi, öz dəyərlərimizi qazana bilməyəndə bir söz var, pişiyin ağzı ətə çatmayanda deyir, bəcidir. Puldur da kağız parçasıdır. Deyil kağız parçası. Bunun bir önəmi var. Bunu qarşı tərəfdən alanda bu sənin zəhmətinin, özünə verdiyin dəyərin ölçü vahididir. Ona da qiymət deyilir. Bu kağız parçası deyil. Bəli. Ona görə də, yəni mən öz qazancımı, mən öz zamanımı, öz zəhmətimi, ağlımı nə qədər kompensasiya eləyə bilirəm? Bu mənim bacarığımı ölçür. Sən bir şirkətdə 10.000 də ala bilərsən, bu o demək ki, sən zamanını 10.000 qədər dəyərləndirirsən. Sən bir şirkətdə işləyib 1000 manat da ala bilərsən, bu o demək ki, 1000 manat qədər dəyərləndirə bilirsən. Və bu insanın motivasiyası, bu insanın həyat eşqi, bu insanın həyata bağlanma şəklini ortaya qoyur. Bir qadın da bir kişiyə buna görə bunların fonunda dəyər vermiş olur. Nə qədər möhtəşəm, nə qədər normal. Nə qədər normal. Mən pul haqqında belə bir şey deyə bilərəm. Bütün gənclərdə ən çox rastladığım bu sualdır. Merkantilizm dediyimiz o psixoloji termin. Qadınlar merkantildir. Mən merkantilliyə bir nümunə verirəm oğlanlar üçün. Qabağında 2 dənə avtomobil var. 2 avtomobil eyni il, eyni rəng, eyni funksiyalara sahib olsa da, əsas önəmli olan eyniliyi qiymətidir. İkisi də deyək ki, 10.000 manatdır. Sənin də cibində 10.000 manat var. Amma ortada bir fərq var bu iki maşında. Birisi ən maksimum komplektasiyadadır, birisi 0 komplektasiyadadır. Sən hansını alarsan? Hamı cavab verir ki, maksimum komplektasiyanı alıram da. Yəni onsuz da 10.000-i verirəm də. Qardaşım, bir qız sənə ərə gələcək. Ən aşağısı 2-3 dənə uşaq bu dünyaya gətirəcək. Bu uşaqların təhsilini fikirləşəcək, 9 ay qarnında gəzdirəcək, yedirəcək, içirəcək və özünün sıxıntıları da olacaq, maddi və ya mənəvi. Sən də denə ki, mənə qara gözümə, qara qaşıma aşiq ol. Niyə olsun ki? Axı bu tərəfi də var. Bunu da bizim oğlan, gəlirəm bu pul söhbətinə. Pul məsələsində də həm nəticədir, həm prosesdir pul. Yəni birisi 1000 manatlıq əgər maaş alırsa, demək gördüyün işin də 1000 manatlıq qiyməti var. Əgər bu meydan bu şeytan, sən işi bacarırsansa, o işdən də pul qazanarsan. Bacarmırsansa, sizin dediyiniz o divanda oturub danışmağın da adı yoxdur. Çox doğru. Burada gəlin biraz cinsiyyət məsələlərinə açıqlama gətirək. Burada söhbət kişi və yaxud da qadından getmir. Biz ümumiləşdirək danışaq. Sırf kişiləri yıxıb sürməyək. Mən biraz o tərəfdə. Yəni kişiləri yıxıb sürməyək. Qadının da ölçü dəyərləri var təbii ki. Yəni kişilərin olduğu kimi. Və gəlirəm digər məsələm sizin sərhəd məsələnizə. Bayaq verdiyiniz sualı bağlamaq istəyirəm. Sərhəd təbii ki, hər kəsin bir sərhəddi var, o ayrı bir məsələ. Amma ailə dəyərləri içərisində nə qədər çox sərhəd varsa, o qədər də çox səmimiyyət yoxdur deməkdir. Yəni, bu gün misal üçün mənim konsultasiyalarda rastlaşdığım önəmli nüanslardan biri 10 ilin ailəsi, 15 ilin ailəsi bir-birindən utanır, bir-birindən çəkinir. Misal üçün, biri paltarını dəyişəndə deyir ki, üzü çevir o tərəfə və yaxud da ayıbdır, ona cümlədə istifadə elədin, ona sözdə istifadə elədin. Yəni, bu sərhədlilik deyil. Və sərhəd bir insana öz zövqün çərçivəsində müraciət eləyərkən maddi və mənəvi, fiziki və yaxud da ki, qeyri-fiziki müraciət edərkən o insanın şəxsiyyətini alçaldırsansa, o insanın mənəvi dəyərlərini aşağılayırsansa və o insana fiziki olaraq zərər vurursansa, bu sərhəddir.
Və o insan onları sərhəd olaraq qəbul eləmirsə, bu da onun avamlığıdır. Misal üçün, siz hər hansı bir mənə bir cümlə istifadə edə bilərsiniz. Deyərəm, Rüstəm bəy, onu mənə qarşı istifadə eləməyin lütfən. Yəni, bu mənim, həmən sərhəddimi çəkmiş oldum. Amma həyat yoldaşımla da eyni sərhəddi qoyuramsa, bu artıq, yəni, həyat yoldaşını dediyin artıq sənin bir özəlindir də. Yəni, sənin üçün özəl bir şəxsdir. Sənin üçün digər insanlardan fərqləndirdiyin bir insandır. Yəni, düşünə bilirsiniz, bunun bir də fiziki tərəfini fikirləşək. Gedirsən o yanında başı qoyursun yastığa, yatırsan da, insan yatanda ölür də. Yəni, o yanında ölürsən. Ölə biləcəyin... Özü ona sığınırsan, adam sənin hər tərəfli, hər şeyə bələd olur. Sən gəl onunla da şeylə, yəni, niyə bunu mənə dedin, niyə bunu belə elədin? Bu varsa, o evlilik sorunlu evlilikdir. Onda düzgün sual belə versəm, sağlam münasibətdə sərhəd çəkmənin parametri necə olmalıdır, deyək? Baxın, evlilikdəmi, münasibətdəmi? Birinci bu sual. Münasibət deyil. Münasibətdə sərhəd necə olmalıdır? Misal üçün, bəy xanıma zəng eləyir. Salam aleyküm, saat 5-də görüşürük. Saat 5-də görüşürük, tamam. Görüş yerinə getdi, xanım oturdu, bəy altın yarısı gəldi. O xanım gecikdi. Yəni, o xanım gözlədi, biraz çöldə, biraz otdu, restoranda gözlədi. Bir dəfə. İkinci dəfə də gedişdi. Üçüncü dəfə də gedişdi. Bu artıq anlayış həddini keçmiş olur. Əgər xanım burada öz sərhəddini çəkmirsə, o yarım saat gedişməyə biz o anda yarım saat gedişmə kimi baxırıq. Amma o, bütün həyatda, o ikisinin arasındakı bütün münasibətlərə birbaşa təsir eləmiş olur. Bəli. Misal üçün, artıq o bəy artıq fikirləşir ki, yəni sərhədsizlik layiqiyyətdir həm də. Yəni, o adam özünü ona layiq görür. O adam özünü o durumu yaraşdırır. Yəni, mən gecikə bilərsən, mən səni ötüşdürərəm, anlayaram. O zaman başqa şeylər baş verir. Misal üçün, qadın istəyir, misal üçün, 8 mart günüdür. Deyir ki, hədiyə 8 martda almıram, sabah alaram. Axı 8 mart günü o qadın digər qadınlar kimi özünü dəyərli qılmaq istəyir. Hədiyə də gedişməyə başlayır. Anladınız? Sərhəd dediyin orada səni xoşbəxt etməyən nüansları bildirməyi bacarmağın deməkdir. Bu sərhəd münasibətdə hər kəs üçün fərqli ola bilər. Bu da ayrı bir mövzudur. İkimiz elə bilirəm, cinsiyyətin cinsəl tərəfi də var. Ola bilsin ki, bir insan cinsəllikdə bu cür zövq alır, onu başqa bir insan yanında desən, deyək ki, sən dəli olmuşsan, mən o adamı bir dəfəli silərəm. Yəni, o məsələyə görə. Amma o ondan xoşbəxt olur. Yəni, ona görə sərhəd bir insanın xoşbəxt olmadığı yerləri qarşı tərəfə bildirməsinə deyirik. Yəni, amma evlilikdə sərhədlər ayrı bir şeydir. Yəni, orada olarlar və olmazlar var. O da hər iki tərəfin özünün yetişmə və yaxud da özünü yetişdirmə dəyərlərinə, formalarına görə dəyişmiş olur. İndi irəlidə olan çəkilişlərdə, proqramlarımızda, podkastlarımızda münasibətlərdə oğlan, qız və yaxud da kişi və qadın olaraq bir-birlərinin nələrə daha çox diqqət etməlidirlər hərəkətlərində, söhbətlərində, danışıqlarında. Bunu ayrıca danışarıq. Həm münasibət üçün, spesifik məsələlər. Bəli də, həm münasibət üçün, həm evlilik üçün. Amma sərhəd çəkməyi hər kəs bacarırmı? Mən də sizinlə razıyam ki, hər kəs bacarmır. Sərhədi var, amma çəkə bilmir o sərhəddi. Bir də bunu ifadə etmə şəkli. Bunu aqressiya ilə də ifadə edə bilərsən, yumuşaq şəkildə də ifadə edə bilərsən. Bir də indi qarşında olan insan bunu aqressiyadan mı daha yaxşı anlayır, yoxsa mülayimlikdənmi daha yaxşı anlayır? Bunu da eləmək bir bacarıqdır. Artıq bax, orada əgər sən daima qarşı tərəfi düşünərək sərhəd çəkirsənsə, demək sən sərhəd çəkmirsən. Yəni, onu da biraz açaq, zəhmət olmasa. Sərhəd mənə aid olan bir şeydir. Yəni, mənim sərhəddim mənə aid olan bir şeydir. Sən xoşuma gəlsə də, gəlməsə də. Bu mənim üçündür. Yəni, sən öz hara qədər irəliləyəcəksən, onu bilməlisən və bir də elə bir münasibət yarar ki, elə bir ortada durum yaranar ki, bir il qabaq qarşındakı insana, münasibətdə olduğun şəxsə qalın divarlarla çəkmiş olduğun sərhəddi aradan qaldıra bilərsən.
Çünki burada qürur məsələsi də var. Yəni bəzən qürurun tərifini də bəzən bilmirik. Bəli. Qürur nədir? Münasibətə girərkən qürur və yaxud da evlilikdə də bu evliliyə də aiddir. Qürur əl dəyişir. Kişi qürurunu qadına əmanət eləyir, qadın qürurunu kişiyə əmanət eləyir. Bu nə deməkdir? Yəni mən qürurumu sənə verirəm, sənə güvənirəm. Sənin də qürurunu əmanət olaraq alıram, mənə güvən. Bu nə deməkdir? Kişi hər hansı bir addım atarkən, hər hansı bir davranış göstərərkən, hər hansı bir cümlədən istifadə edərkən, qadının əlində olan qadın qürurunu diqqətə almalıdır. O qürur incinərmi, incinməzmi? Bunu belə eləyim, bunu belə eləyim. Eyni şəkildə qadın üçün. Eyni şəkildə də qadın hər hansı bir davranış edərkən, hər hansı bir addım atarkən əlində olan kişi qüruruna diqqət eləməlidir. Bu qürur mənə əmanətdir, incinə bilərəm. Əgər o qürurlar dəyişdikdən sonra o qürura doğru şəkildə baxılırsa, o zaman sərhəddin nə mənası var? O da bir ayrı bir sual. O zaman sərhəddin nə mənası var? Əgər mən qarşımdakı insanı tanıyıramsa və bilirəmsə bu sözü desəm o inciyə bilər və yaxud da inciyərsə onu necə könlünü ala bilərəm, necə onunla barışa bilərəm, necə onu özümə təzədən bərpa eləyə bilərəm. Bunu bilirsənsə, sərhəddin nə mənası var? Burada Sərhəd qarşı tərəfin kobudca davrana bilməsi ehtimalına görə qurmuş olduğumuz bir bariyerdir, belə deyək, bəli. Burada əsas olan amil mənə görə, məncə, siz də yenə öz fikrinizi bildirin, qadın olsun, kişi olsun, səhv etdikləri nöqtə eşqlə başlayan münasibət, sevməklə başlayan münasibət, bir də hörmətlə başlayan münasibətin üçünü də qarışdırmalarıdır. Mənim gördüyüm bu eşqlə başlayan münasibətlərdə sərhədlər çox pozulur. Sevməklə başlayan münasibətlərdə sərhədlər əvvəlcədən sanki bilinir. Amma hörmətlə başlayan münasibətlərdə o sərhədlər yəni heç nəinki keçilməyə çalışmır. Yəni inisiator kimdirsə o sərhədi anında bəlli eləmiş olur. Mənim fikrimcə, sizin fikrinizi soruşmaq istəyirəm. Fikrinizə qatılıram. Biraz şablon da olsa, bəli, doğru, çox həddindən artıq çox doğru deyirsiniz. Eşq hormonlarla başlayan bir münasibətdir. Yəni eşqin sonucunda istənilən insan qarşılıqsız yanındakı insanın yanında olmağa çalışması deməkdir, qarşılıqsız. Bəli. Yəni bu artıq o bayaq dediyimiz o nirvananın üzərində olan bir hissdir ki, nə olursa olsun mənim olsun. Eşq artıq qurbana çevirir insanı, kör eləyir dediyimiz kimi, yanındakı insanları görmür, dədəsinin anasını da görmür. Mənim olmalıdır və dədəyə anaya atqaz eləyir, yəni rədd cavabı verir. Hər kəsə ki, bir dənə əldə eləyim. Çox doğru deyirsiniz. Bir müddətdən sonra o heyvani beyin sakitləşir. Yəni eşqdə insan heyvani beyinə bürünür. Heyvani beyin nə deməkdir? Sağlam düşünmür. Sağlam düşünməyən hər bir insan heyvani beyinə malik olmuş olur. Çünki heyvani beyin burada aşağılama anlamında deyil. Hamımızda var da bu. Çözüm tapa bilməmə. Yəni artıq ön lob işləmir, fokuslana bilmirsən, bir dənə bir şey düşünürsən ki, əldə etməliyəm. Vəssalam, bu heyvani beyindir. O ki, heyvani beyin susur, artıq insani beyin oyanmağa başlayır, ətrafındakı insanları görməyə başlayırsan, kimə görə hər kəsi qurban etdiyi anlamağa başlayırsan. Bəli, ondan sonra əldə etdiyi, əldə edəndən sonra misal üçün baxıb fikirləşsən ki, dəyərdimi, dəyməzdimi, bunun buyu var imiş, bunun buyu var imiş, huyu var imiş. Orada da şəxslərin və yaxud da şəxsin həyat təcrübəsindən irəli gələrək o eşqin sevgiyə çevrilməsindən və yaxud da o eşqin ümumiyyətlə bütün həyat eşqini öldürməsindən asılı olaraq o insanın, yenə deyirəm, o təcrübəsindən asılı olmuş olur.
Yəni bunları çox insan səhv salır. Belə açıqlama verək biraz. Eşq nədir, sevmək nədir, hörmət nədir? Hörmət insanın bəlli parametrlərinə görə verilən dəyərdir. Yəni biz məsələn müdirimizə hörmət edirik. Məsələn atamıza hörmət edirik, anamıza hörmət edirik. Eşq həmin o sizin dediyiniz daha çox təbii olan heyvani duyğularımızla idarə olunan bir hissiyatdır. Amma sevgi vərdişlə gedən bir şeydir. Yəni çox tanıdıqca çox sevə bilirsən. Yox, sevgini o qədər bəsitləşdirməyək. Sevgini çox tanıdıqca çox sevə bilirsən deməyək. Aha. Orada tək tanımaq məsələsi deyil. Sevgi bəsit bir şey deyil. Eşq bəsit ola bilər. Hörmət dediyiniz bayaq da, yəni hörmətsiz sevgi sevgi deyil. O da olmur ha. Yəni hörmətsiz sevgi yabani, gücdən qorxu deməkdir o. Əhliləşdirilməmiş bir gücdür. O da sevgi deyil. Əhliləşdirilməmiş bir gücdür. Yəni bütün insan, hər şeyin, adam var ki, həyat yoldaşını döyür, təhqir eləyir, ağlayana qədər, qan çıxana qədər, nifrət, yəni belə dəhşətli şəkildə də, yəni məhv eləyənə qədər döyür, bir saatdan sonra səndən ötürü ölürəm, sevirəm səni deyir. Bu sevgi deyil. Həqiqətən sevir, həqiqətən onun üçün ölə biləcəkləridir, inanıram. Bu vəhşi bir sevgidir ki, bu sevgi deyil, bu ayrı bir şeydir. Sevgi bəsit bir şey deyil, Rüstəm bəy. Sevgi, o deyirsə ki, bir insanı tanıdıqca deməzdim. Güvəndikcə, etibar etdikcə, o sözü dəyişmək olar. Bəli. Bir insanı mərhələ-mərhələ layiq gördükcə, yəni o tanıdıqca ki deyirsə, o güvəndikcə, yəni hər bir sınağında bir addım daha intim sahəsinə gəlməsinə icazə vermək, o intimə yaxınlaşmasına icazə vermək. Yəni mən tanımaq dediyim elə odur. Anladım sizi. Yəni onun içərisində o sayğı qazanma da var, sayğını bölüşmə də var, etibar etmə də var. Yəni sevgi bəsit bir şey deyil. Çox təəssüf eləyirəm ki, bizim mental dəyərlərimizdən o ənənəvi sevgini bizə yanlış öyrədibdilər, yanlış gətirib çıxartdılar və mən burada kəlmə salatı eləmək istəmirəm, yəni söz salatı eləmək istəmirəm, adını nə qoyuruqsa qoyaq, yəni sevgi haqq edilir, sevgi dəyərli bir şeydir, sevgi özəl bir şeydir, bəli, və sevgi əldə edilənə qədər deyil, sonra da davam edir. Sevgi əldə ediləndən sonra başlayan bir mövhumdur. Mən məsələn toylara da çağırırlar bəzən, söz verilir. Mən mikrofonu əlimə alanda həmişə bunu deyirəm. Bu masaya qədər olanların hamısını buraxın. Həyat bax bu masadan sonra başlayır. Gecə bir yerdə yatırsan, yanlışları da görsən, doğruları da görürsən. Yəni bu orada sevgini əldə saxlaya bilməkdir məsələ. Ki burada dava da var, dalaş da var. Hər şey var orada. Mübahisə də var, müzakirə də var. Duzlu yemək də var, hər şey acı da var. Əsəb də var, aqressiya da, hər şey var. Yəni onların qarşılığında onlara rəğmən gələcəkdə bir hədəfin varsa, yəni gələcəyin hədəfinə addımlayırsansa, onlar o dava dalaşlar şirin gəlir. Amma hədəf yoxsa, o dava dalaşlar böyüyür və artıq cütlüklər problemə fokuslanır, problemin həllinə fokuslanmır. Və o cütlükdəki problemə fokuslanır. Bir müddətdən sonra problem yaratma vərdişi yaranır. Daima problem olsun ki, biz bərabər ola bilək. Bəli, problem yaratma vərdişi yaranır. Ümumiyyətlə, mən bu sözü deyirəm, əgər cütlüklər arasında, yəni bu su niyə bu belədir cümləsi varsa, orada evlilikdə və yaxud da münasibətdə xəstəlik var. Bu mövzulara ayrı-ayrı geniş-geniş girərik. Məsələn, bu elə eşq, sevmək və hörmət mövzusu, məsələn, məncə bir proqramın mövzusudur. Üçünü də ayrı-ayrı açıb geniş şəkildə danışmaq lazımdır. Çünki həqiqətən də çox adamın eşqlə sevgi elə bilir, eyni şeydir, sevgi ilə hörmət elə bilir, eyni şeydir. Yəni, üçü də ayrı-ayrı termində, ayrı-ayrı duyğu işarələridir bunlar. Bunu ayrıca bir dənə belə geniş söhbət eləyərik. İndi bu podkast deyək. İndi podkastın axırını nə ilə bağlamaq istəyərdi sizin fikrinizcə?
nəyi tövsiyə eləyərdiniz, nə məsləhət bilərdiniz birinci addımda? Münasibətdə olanlar üçün, evdə olanlar üçün demirəm yenə. Baxın, münasibət hər kəsin haqqıdır. Hər kəsin gələcəkdə böyük bir gələcəyi vardır. Kimliyindən asılı olmayaraq, yaşından asılı olmayaraq. İnsanlar qarşılarına çıxan hər hansı bir əngəlin qarşılarına çıxdığını zənn edir. Amma heç bir əngəl bizim qarşımıza çıxmır. Hər bir əngəl bizi yüksəklərə aparmaq üçün bir pillədir. Münasibət də onun içərisindədir. Hər yaşadığımız hadisənin bizə öyrətdiyi bir şey vardır. Hər hadisədən də çıxanda bilgimizin zənginliyinə görə, bilgimizin bilincə çevrilməsi, yəni öyrəndiklərimizi həyata keçirməyimiz səviyyəsinə görə onun bizə buraxdığı bir iz olur. Mən hər kəsə istədiyim nədir? Yəni bu artıq arzu deyil. Biraz da professiyama, biraz da məsləyimə, ixtisasıma sığınaraq tələbimdir. Hər kəs özünü inkişaf etdirsin. O qlobal sualdır. Hər kəs özünü inkişaf etdirsin. Çünki əgər zəngin bir beyinlə münasibətə girərsənsə, orada zəngin bir münasibət yaşayarsan. Kasıb bir beyinlə münasibətə girərsən, kasıb bir münasibət yaşayarsan. Yanındakı insanın zənginliyi, kasıblığı sənin üçün önəm daşımır. Bəli, bəzən deyirlər ki, əsas yanımdakı insan odundur, yanımdakı insan anlasın, xeyr. Əgər sən özü anlayırsansa, o insanın sənə lazım olub olmadığı qərarını da verə bilirsən. Rahat, bəli. Əgər sən səni nə xoşbəxt eləyir bilirsənsə, o insanın səni xoşbəxt edib edə bilmədiyinin də qərarını verə bilirsən deməkdir. Və zəngin bilgi bizim qərar vermə yetənəyimizi gəlişdirir. Bizim seçim etmə yetənəyimizi gəlişdirir. Ona görə də insanın özünü yaşından asılı olmayaraq deyim gedin kitab oxuyun, ehtiyac yoxdur. Hamının əlində bu boyda smartfon var. Hamı da ən bahalısını almağa çalışır. İnternetə bağlanırıq. Bütün kitabxanalar internetdədir. Bir dənə belə eləsən, hamısını gəlib çıxır sənə. Və ən çox məsləhət gördüyüm sevgi və duyğularınız haqqında heç bir ChatGPT-dən və süni intellektdən bilgi almayın. Lütfən. Yəni ən böyük istəyim, xahişim budur. Öz duyğularınızı zənginləşdirin. Öz emosional bilgilərinizi zənginləşdirin. AI, yəni süni intellekt bizə rasional bilgilərdə kömək eləyir və bu işdə masterdir, harikadır və mükəmməldir. Yəni perfect. Amma duyğusal məsələlərdə öz duyğularımızı inkişaf etdirək və heç vaxt duyğusal olmayaq, duyarlı olaq. Duyğulu olaq. Duyğulu olmaq şərtdir. Bəli, duyğusal olmaq insanı fədakarlıqdan çıxarıb qurban olmağa aparır. Duyarlı olmaq insanı möhtəşəmləşdirir, bəli, rasional düşünməyə gətirir. İndi bu proqramımız ilkidir. Proqramımız yəni bu şəkildə hər həftə bir dənə podkast teması olaraq, mövzu olaraq götürəcəyik, çəkəcəyik. Sizin orada canlı olan baxıcılar da ola bilər, seyircilər. Yəni YouTube kanalımızda da olanlar da sualları varsa kommentariyalarda yazsınlar. Bu canlıda olanlar orada yaza bilərlər. Bir də istəsələr bizə hansısa bir mövzunun müzakirəsini onu da yaza bilərlər. Onların hər birisini mən şəxsən tək-tək oxuyacağam, bütün kommentariyaları. Tamam. Dostlar, bundan sonra YouTube kanalımızda podkastlarımızı görəcəksiniz və yəqin ki, biz Rüstəm bəylə artıq efirimizi sentyabr ayının 1-nə qədər sosial şəbəkələrdən davam elətdirəcəyik. Bunun üçün indi biz müzakirəyə qoyub hər hansı bir günün bir saatında həmən saatda onlayn efirlə sizin qarşınızda olacaq. İnşallah sentyabr ayında da efirdə, TV-də olacaq. Təşəkkür edirəm sizə. Suallarınız varsa bizə yönəldin. YouTube kanalında baxa bilərsiniz. Sevirəm sizi. Yaxşı ki, varsınız. Çox sağ olun. Buyurun Rüstəm bəy. Siz nə də? Mən sağollaşıram. Təşəkkür edirəm. Yine görüşürük gələn dəfə.